Uzun saçlara qulluq etmək həqiqətən də çox çətindir. Çünki sən həm diblərə fikir verməlisən, həm saçın uzunluğuna qulluq etməlisən, düzgün daraq seçməlisən, vaxtı-vaxtında vitaminlər qəbul etməlisən ki, saçların sağlam olsun. Düzdür, elə xanımlar var ki, saçlarına heç bir qulluq etmirlər və saçları çox gözəl görünür. Mənim saçlarım nazikdir deyə bu mənim saçlarımda təəssüflər olsun ki, keçmir. Hərdən ağlımdan o qədər keçib ki, saçımı qısaldım, amma sonra deyirəm ki, yox. Mən bunu bu qədər uzatmışam, ona görə də kəstirmək yoxdur. İnanmarsınız, mən saçlarımı daha uzun uzatmaq istəyirəm. Bu arada 3 aydır ki, belə bir vitamin qəbul edirəm ki, saçlarım daha gözəl olsun, tökülməsi dayansın. Çünki saçlarım dəhşət tökülür, bunu indi sizə də göstərəcəm. Vitaminlərimi isə iHerb-dən sifariş edirəm. Əgər saçlarınız sizin də belə tökülürsə, yazın kommentlərdə oxuyacağam. Bugünlük bu qədər. Abunə olmağı, bəyənməyi və fikirlərinizi bildirməyi unutmayın. Hələlik.